Gözünüz gözəllik görsün deyə paytaxt Bakıdan yol aldıq Nur şəhəri Mingəçevirə, ana külümüzün qoynuna ki, elin səsi verilişini çəkək, siz tamaşaçılara təqdim edək. Hər vaxtınız xeyirli olsun. Əziz və dəyərli dostlar, yenə də evlərinizin qonağıyıq. Bugün də çox istedadlı və mənim illərin dostu olan dəyərli bir ifaçımla elin səsi verilişində öz nəğmələrini siz dəyərli dostlara təqdim edəcək ki, sizin də gözəlliklə ekran qarşısında əyləşib həmin ifaları sevə-sevə dinləməklə bərabər yəqin ki, bir çay da içməyə şansınız, zamanınız olacaqdır. Maşallah olsun, səs tembri gözəldir, səhnə performansı gözəldir, danışığı, nitki olduqca gözəldir. Həm də Gəncə Dövlət Filarmoniyasının solisti, illərin dostu, mənim sevimlim, əzizim, dəyərim Rövşən Məmmədovdur qonağım. Əziz dostlar, təqdim edəcəm. İlk ifasını siz dostlara təqdim etsin, sonra keçirik söhbət masasına. Rövşən Məmmədov, gəl əzizim. Unutuldum, kurutulmuş güller gibi. Yasın tutmuş duvarlara yazılmış günler gibi. Gece bitmez, gündüz bitmez, bu yalnızlık hiç bitmez. Ne kavgam bitti, ne sevdam, ömür geçer, gönül geçmez. Her ayrılık bir vurgun değmeyin yaşlarıma. Benden selam söyleyin bütün aşklarıma. Her ayrılık bir vurgun değmeyin yaşlarıma. Benden selam söyleyin bütün aşklarıma. Çiçeklerim tökülür her mevsim, sonra yeniden açar. Ümidimün boynu bükülür, sonra deniz min defa daşar, min defa daşar. Her ayrılık bir vurgun değmeyin yaşlarıma. Benden selam söyleyin bütün aşklarıma. Her ayrılık bir vurgun değmeyin yaşlarıma. Benden selam söyleyin bütün aşklarıma. Unutuldum, kurutulmuş güller gibi. Yasın tutmuş duvarlara yazılmış günler gibi. Gece bitmez, gündüz bitmez, bu yalnızlık hiç bitmez. Ne kavgam bitti, ne sevdam, ömür geçer, gönül geçmez. Her ayrılık bir vurgun değmeyin yaşlarıma. Benden selam söyleyin bütün aşklarıma. Her ayrılık bir vurgun değmeyin yaşlarıma. Benden selam söyleyin bütün aşklarıma. Çiçeklerim tökülür her mevsim, sonra yeniden açar. Ümidimin boynu bükülür, sonra deniz min defa daşar, min defa daşar. Her ayrılık bir vurgun değmeyin yaşlarıma. Benden selam söyleyin bütün aşklarıma. Her ayrılık bir vurgun değmeyin yaşlarıma. Benden selam söyleyin bütün aşklarıma. Her ayrılık bir vurgun değmeyin yaşlarıma. Benden selam söyleyin bütün aşklarıma. Her ayrılık bir vurgun değmeyin yaşlarıma. Benden selam söyleyin bütün aşklarıma. Xoş gəlib səfalara gətirmisən. Baxmayaraq illərin dostu Rövşən o qədər başı qarışıqdır ki, maşallah indi irəliləyən dəqiqələrdə konsertlərdən, tədbirlərdən söhbət açacaq. Rövşən nə vaxt gəlirsən, gələcəm. Nəhayət gəldi. İllərin dostu mən verilişmə gəlib çıxa bilmirdi. Xoş gəlib səfalara gətirmisən. Xoş gününüzə gələk. Əvvəla bütün tamaşaçılarımıza salamlayırıq. Verişiniz də xeyirli uğurlu olsun. Çox gözəl bir adı var verişin, Elin Səsi.
Arzu edirəm ki, həmişə elin hörmətini qazanasınız və verilişiniz daim baxımlı olsun. Xoş gününüzə gələk. Nəhayət ki, gəldik. Nəhayət ki, gəldik. çata Şeytanın qısasını qıra bildik. Dəmir olmadı ayağının altına. Amma bilirəm ki, bundan sonra tez-tez gələcəksən inşallah. İnşallah. Peki əhval necədir? Özün Əhval ruhiyyəm çox gözəldir, maşallah. Kürün bu gözəl sahilində gözəl, həqiqətən maraqlı bir verişdir. Ona görə əhval ruhiyyəm necə olmalıdır? Çox gözəldir, maşallah. Maşallah olsun, Rövşən illərin sənətkarı, Gəncə Dövlət Filarmoniyasının solistidir. Bütün tədbirlərdə, bütün şənliklərdə harda varsa tədbir mütləq Rövşən Məmmədov adı imzası var. Maşallah o səs tembrin gözəldir. Bəstəkarlarla çalışırsan. Baxmayaraq ki, Nizami yurdunuzda paytaxtdan kənarsan, amma elə bütün paytaxt kanallarında maşallah olsun Rövşən Məmmədov. Adı Gəncədir. Bütün günü demək olar ki, çəkilişlərdəyik, Bakıdayıq. Necə deyim, çalışırıq. Bu sənət ilə biz sənətdəki daimi hər zaman çalışmaq lazımdır. Yeni mahnılar, yeni layihələr, yəni insan nə qədər çalışsa o qədər irəli gedir, o qədər repertuarı zəngin olur, o qədər necə deyim, fəaliyyəti daha da gözəl olur. Ona görə bizim borcumuz odur ki, hər zaman yeni mahnılar, yeni layihələr tamaşaçılar üçün hər zaman maraqlı olsun. Və təbii ki, bir qədər də bu irəliləyən günlərdə başlayacaq, irəliləyən aylarda daha olur. İnşallah. Konsertdən bir qədər də söhbət açıb danışaq. Maşallah olsun, silsilə konsertlər, tədbirlərin ardı-arası kəsilmir. Hərdən başına duz falan tapırlar. Rövşən, göz değməsin. İnsanlar var ki, ifaçılar var ki, illərdir sənətdədirlər. Sənətkarlarımız da var, dırnaqarasılar da var ki, onlar da nəsə etməyə çalışırlar. Amma sənin maşallah olsun, uğurların ardı-arası kəsilmir. Hardandır bu enerji, hardandır bu istək, mahnılar tapmaq, düzmək, qoşmaq, aranjman, nə bilim, nələr. Filarmoniyada işləmək özü bir məsuliyyətdir. Ona görə ki, hər zaman təqdimat eləyəndə filarmoniya solisti, yəni mən buna baxmayaraq istəmirəm ki, yəni yerimdə addımlayam. Ona görə istəyirəm ki, hər il tamaşaçılarımız üçün konsertlər verək, maraqlı bir layihələr eləyək. Bu 3-cü konsertimizi buradan da inşallah səsləyirəm. Elə bütün Gəncəliləri, Mingəçevirliləri və yaxın ətrafda olan sakinləri fevral ayının 12-si Gəncə Dövlət Filarmoniyasında və bizim dəyərli sənətkarımız, Respublikanın əməkdarçısı Nüşabə xanımla bir sonra konsertimiz olacaq. Hamını dəvət edirik bu gözəl, möhtəşəm konsertdə. Və bildiyim qədərlə bugün Nüşabə xanımın doğum günüdür. Bəli, bugün də təsadüf olaraq özüm atdım qabağa. dəyərli sənətkarımızı ürəkdən təbrik edirik. Nüşabə xanıma uzun ömür can sağlığı. Nüşabə xanım həm gözəl pedaqoqdur, gözəl sənətkardır, gözəl anadır və gözəl də dostdur. Mən Nüşabə xanımla illərdir dostluq edirəm. Bir 20-25 yıl olar. İlk duetimizdə elə demək olar ki, Nüşabə xanımın bir verişi var idi. Elə orada dostluğumuz başladı. Belə də 20 ildir, 25 ildir davam edir. Söhbətimiz maşallah başlayana bir şirin alındı. Əslində burada bu təbiət qoyunda arıların bu şirinliyə gəlməsi deyil. Rövşən özü şirinliyi var ki, arılar gəlib arılar da bizim qonağımızdır. Qonağımızdır. Növbəti ifaya keçid olmaq istəyirəm səndən. Yaylığı istəyəcəm səndən. Böyük məmnuniyyətlə bu yaylıq bilirsiniz ki, Nüşabə xanımla gözəl bir duet alındı, gözəl klipdə çəkildi. Tamaşaçılarımız üçün bir gözəl, necə deyim, proyekt oldu. Başında yaylıq gəlir, yarım bir aylıq gəlir sizlər üçün. Gəlsin. Gəlsin. Gözlərə baxdım sevir, bax mənə gözlər çevir, ruhuma səssiz axıb, qəlbimi dibdən sivir. Gözlərə baxdım sevir, bax mənə gözlər çevir, ruhuma səssiz axıb, qəlbimi dibdən sivir. Başında yaylıq gəlir, yarım bir aylıq gəlir, eşqimə dastan qoşub, könlünü ayırıb gəlir. Başında yaylıq gəlir, yarım bir aylıq gəlir, eşqimə dastan qoşub, könlünü ayırıb gəlir.
Qara baldan şirin, hissisi vurmuş derin. Qovrulu benden düşüp içmeye ayran verin. Başında yaylık gelir, yarın bir aylık gelir. Eşkime dastan koşup könlünü ayırıp gelir. Başında yaylık gelir, yarın bir aylık gelir. Eşkime dastan koşup könlünü ayırıp gelir. Başında yaylık gelir, yarın bir aylık gelir. Eşkime dastan koşup könlünü ayırıp gelir. Başında yaylık gelir, yarın bir aylık gelir. Eşkime dastan koşup könlünü ayırıp gelir. Teşekkür edirəm Rövşən. Həqiqətən bu sənin Çox sağ ol. ifanı Bəyəndinizmi? sevirəm. Mən bunu bəyənirəm. Bunu maşallah olsun el şənliklərində də bir dəfə Rövşən bəylə bir tədbirdə inanın səmimiyyətlə bir 20 dəfə oxutdurdular da bu mahnını sənə. Mən çox sevinirəm ki, xalqımız belə bir mahnıları sevir. Həqiqətən də çox maraqlı mahnı idi. Əslində bu mahnı Nüşabə xanıma yəni hədiyyə olunmuşdu. Nüşabə xanım dedi ki, Rövşən bəlkə gəl bu mahnı duet oxuyaq. Mən də sevə-sevə qəbul elədim ki, dəyərli sənətkarın yəni bir içində çalışmaq mənim üçün şərəfdir. Belə də iş birliyimiz başladı. Demək olar ki, hələm davam edir inşallah və başqa bir proyektimiz də var. O buradan tamaşaçılarımıza vurğulayaq. İnşallah bizi izləsinlər. İstəmirəm ki, yəni bir-iki mahnıdan kifayətlənək. İstəyirəm ki, daha da bir zəngin olsun. Yəni repertuarlarımız çoxdur. Mahnılarımız aranjamandadır. Bəstəkar mahnılar da var, türk mahnılar da var və s. İstəyərdim ki, onu zaman-zaman tamaşaçılarımıza təqdim edəyik. Nüşabə xanımı sən təbrik etdin, mən təbrik edə bilmədim. Şərait yaranmadı. Daha doğrusu mən də təbrik edirəm və bir xanıma ən vacibə, ən lazımı olan xanım xoşbəxtliyi idi ki, mən Nüşabə xanımı ona hazırlayıram və burada səslənirəm. Nüşabə xanım, Rövşən Məmmədə söylər ki, növbəti efirlərə mütləq sizinlə İnşallah, gələcək. Bax, sizin adınızdan söz veribsə, yəqin ki, Rövşənin istəyini həyata keçirdəcəyi mütləq gəlib el səsi verilişində yenidən qonaq olacaq. İnşallah, böyük məmnuniyyətlə. Təbii ki, filarmoniyada işlər öz yerində. Müəyyən qazanclar, müəyyən məbləğlər təbii ki, bizim el şənliklərindən əldə olunur da. Rövşən, səndə də belədir. Bu gün aparıcılarımız da toy idarə edirlər, eyni zamanda ifaçılarımızla toy idarə edirlər ki, müəyyən bir məbləğlə kifayətlənmək olmur. O qədər gündəlik tələbatlar çoxalır ki, mütləq şəkildə bu el şənliklərinə də müraciət etmək lazımdır. Onu da qeyd etmək istəyirəm ki, Rövşən Məmmədov da ansambl deyil, orkestrdir. Rövşən, niyə bu 4-5 musiqi aləti ilə toyu idarə edən bizim ifaçılarımız var da, niyə bu qədər genişləndirmirsən? Yəni burada xüsusi bir mən Rövşən Məmmədov deyə bir addırmı, imzadırmı, ya görüntüdürmü, yoxsa mütləq sənin ifalarında bu musiqi alətləri lazımdır? Yox, belə deyək də, bu el şənlikləri elə bir, necə deyim, şənlikdir ki, bu insan həyatında ömürdə bir dəfə olur. Bu ömürdə bir dəfə olduğu üçün mən istəyirəm ki, bu toyda həm hər zaman həm bəstəkar mahnılar, həm xalq mahnıları, həm bizim retro mahnılarımız, yəni zəngin olsun deyən orkestr aparıram ki, yəni tamaşaçıların zövqünü oxşayaq. Biraz bəstəkar mahnıları oxuyaq, biraz xalq mahnıları, biraz toy mahnıları. Yəni bu cəmiyyətimizin zövqü gözəl. Yəni bizim borcumuzdur ki, bu mahnıları xalqımıza yəni təkrar çatdıraq. Son zamanları o qədər bayağı mahnılar oxuyurlar ki, o qədər cəmiyyətin zövqünü görürlər ki, amma sənətçilərin borcudur ki, bizim bəstəkar mahnılarımız hər zaman yaşasın. Mən də istəyirəm ki, bax bu orkestri böyük eləyim ki, o şərait yaransın. Yəni 6 dənə musiqiçidən o mahnıları ifa eləmək olmur. Grimbulu sobası yanımızdadır. Çox gözəl. Üşüməkdən söhbət belə gedə bilməz. Yox, qətiyyən çox sevindim. Əslində mən düşünürdüm ki, biraz soyuq olacaq. Əslində çox istidir. Maşallah, deyim belə gözəl istilik var. Təşəkkürümüzü bildiririk. Əlimizi yandırmır, amma istiliyi mükəmməldir. Grimbulu sobaları və peletləri bizim sponsorumuzdur. Eyni zamanda Panorama Kür ailəvi istirahət məkanıdır ki, öz ailənizlə hər gün keçiriləcək şou proqramlarda yararlana bilərsiniz və gözəl təamlar da bilərsiniz. Növbəti sponsorumuz isə Həsənoğludur ki, regional tişeti materialları bazasıdır ki, əziz
xanımlar, bəylər evinizin təmirini, tikintisini gözəllik həyata keçirdə bilərsiniz. Təşəkkürümüzü bildiririk sponsorlarımıza. Rövşən, nədən danışmaq istərdim? Canın dərd görməsin. Rövşən bir gözəl məqama toxundu. Elə toy sahibləri var ki, əslində mən düşünürəm, mütləq şəkildə ifaçının özü ilə birbaşa danışmalıdır. Bu ortada müəyyən insanlar var da, bu toy biznesinə daxil olurlar, nə bilim, tədbir biznesi, şou proqramlarda insanları başlar da özləri danışmağa. Və Rövşən məsəl üçün işlədiyi, çalışdığı kollektiv var, ya da aparıcı var. Söylür ki, mən bununla olmaq istəyirəm. Deyirlər ki, o burada yoxdur. Ya Moskvadadır, ölkədən kənardadır. Bəli. Buna bir belə deyək də, bir baryer qoyurlar, bir zabor çəkirlər ki, bu olmasın. Əslində bu yanaşma düşünürəm ki, doğru düzgün yanaşma deyil. Hər Rövşənlər. Əlbəttə ki, toyda toy yiyəsi müğənninin özündən, yəni birbaşa danışsa daha gözəldir. Bir də görsən administratorlara deyirlər ki, məsələn filan müğənni gətirmək istəyirik, deyir, məsələn 10 Nisan filan müğənni gətirək, məsələn ya filan aparıcını gətirək. Təbii ki, yəni o ev yiyəsi müğənninin özündən danışsa daha gözəl olar. Daha necə deyim, bütün istədiklərini ondan əldə edə bilər. Yəni səni uzağa göndərirlər, ya mənim toyum var, ya həmin günə zanitdir. Başqa cür sözlər deyib, yəni müğənnini yayındırırlar. Yəni ki, bu da alınmır. İstədiyi, məsələn, aparıcı istəyirlər ki, Zamiq bəy görsünlər məclislərində. Təəssüflər olsun, Zamiq müəllim ya yoxdur. Ona görə ki, istəyərdim ki, müğənninin özündən danışsınlar, görsünlər. Yəni ki, necə deyim, şəxsi görüş başqa şeydir. Əlbəttə. Rövşən, sizə növbəti ifaya keçid alaq. Həm maraqlı söhbətlə, həm də dostları musiqisiz qoymamaq daha məqsəd uyğundur, belə düşünürəm ki. Çünki sən də ifa edəcəksən, mən də o zamana qədər bir suallar düşünəcəm, fikirləşəcəm ki, Rövşən bəylə bizim bu söhbətimiz daha maraqlı olsun. Keçid alaq? Keçid alaq. Səni gördüm
Təşəkkür edirəm Rövşən. Tədbirin, toyun, efirin başqa-başqa seçimlər repertuarı, olmalıdır. Bugün baxıram və mənim ən yaralı yerlərindən biri yeni üzə çıxan, bu normaldır ki, əvəz olunmayacaq ifaçı yoxdur. Amma yaddaşlarda qalmaq çox çətindir, qəlblərdə qalmaq çox çətindir. Bugün də yeni ifaçılarımız var. Amma onların bir qədər yanaşması, bir qədər nə bilim, digər xalq artistləri ilə, əməkdar artistlərlə və yaxud da illərin sənətkarlar bir tədbirdə, bir efirdə olanda özlərini elə aparırlar ki, və baxırsan ki, yəni əslində sözün bəzilərində heç kimsən. Çox Amma gözəl bir-iki vurguladınız. mahnı nəysə sosial şəbəkə platformasında bir qədər anşlaq olubdu. Nədir? Bu sənət göstəricisi demək deyil. Deyil. Çox gözəl vurguladınız. İndiki məsələn mən üzr istəyirəm tamaşaçılarımızdan verişə gedəndə bir də görsən soruşuruq ki, qonaqlarımız kimdir? Ya da biz öz komanda yığırıq ki, həmin veriş həm maraqlı olsun, həm sözümüz uyğun gəlsin, həm də ki veriş baxımlı olsun. Məsələn belə bir sənətkarları dəvət ediblər, hamımız otururuq, o sənətkara dinləyirik, qulaq asırıq. Bir müğənni bir də görsən dəvət edirlər, bu gün hansısa mahnısı ya xitdir, ya populyardır, gəlir o sənətkarın yanında bir oturur, bir danışır, heç kimə də imkan vermir ki, bu göz sənətkar budur. Amma əsla onlar bilməlidirlər ki, hər zaman mahnılarda xit ola bilər, xalqımız tərəfində sevilə bilər, amma sənətkarların yanında hər zaman sakit durub onları dinləməlidirlər və imkan olsa onlar da danışsın yəni belə. Amma bir də görə təəssüflər olsun ki, bayaq gözəl vurguladınız, bəzi gənclər var, gəlirlər efirə, ayağını üstə qoyurlar, məsələn, başlayırlar qalmaqal. Bir də görürsən ki, sənətkara yuxarıdan aşağı bağlılar ki, həqiqətən çox belə gülməli bir hallar olur. Ona görə ki, mən istəyərdim ki, o gənclər hər zaman bizim dəyərli sənətkarlarımıza qiymət versinlər. Əlbəttə. Bu belə olmalıdır. Olmalıdır. Biz belə görüb götürmüşük ki... Həm də ki, müğənninin özündən asılıdır. Mən çox verişlərə getmirəm və gözəl bizim verişlərimiz var. Gedəndə də dəyərli sənətkarlarımızla, dostlarımızla bir gedirik ki, yenə deyirəm, o veriş çox maraqlı olsun. Keçid olaraq qısa fasiləyə, qısa fasilənin ardından yenə bərabərlik. Yaxındır siz müştərilərin etimadını doğruldan Həsənoğlu Regional İnşaat Materialları mağazası bugün də sizə xidmət etməkdən məmnundur. Burada olan bütün məhsulları zaminsiz, arayışsız, rəsmi iş yeri olmadan 24 aya qədər rahat kredit şərtləri ilə də əldə edə bilərsiniz. Usta rahat, ev sahibi ondan da rahat. Hər gün yenilənən endirimlərdən siz də yararlana bilərsiniz. Həsənoğlu İnşaat. Bizimlə siz də fərqli olun. Sizə Greenblue şirkətinin istehsal etdiyi müasir, qənaətçil və ən əsası ekoloji təmiz sobalarını təqdim edirik. Greenblue sobalarını evlərdə, restoranlarda, iaşə obyektlərində, hətta belə açıq məkanlarda rahatlıqla istifadə edə bilərsiniz. Greenblue sobaları pelet yanacağı ilə işləyir. Greenblue şirkəti müasir texnologiya ilə milli istehsalın uğurlu sintezdir. Qısa fasilənin ardından yenidən bərabərliyimiz davam edir. Rövşən bəydən gözəl bir lirika istəyəcəm. Həm bizim gəmimizin göyərtəsində o ifa daha gözəl olacaqdır, həm də maşallah olsun Rövşən bir performans göstərəcək ki, tamaşaçılar da valih olacaqlar. Çiçekler açmasa gelersen yaz geler. Çiçekler açmasa gelersen yaz geler. Üfükler tutulsa gülersen göy güler. Gazeple kışkırsa ulduzlar töküler. Bir kumar bakışlar saadet bağışlar. Yine gelir
qoşdu sənə bir xumar baxışla, saadət bağışla, bir xumar baxışla, saadət bağışla. Kənara baxarsan, gözümdən od yanar. Kənara baxarsan, gözümdən od yanar. Üzümə baxarsan, ürəyim talanar. Bu aləm başıma dolanar, dolanar. Bir xumar baxışla, saadət bağışla. Yenə gəldin sən, baxıb güldün sən. Bahar gəldi, günlər açdı, çaylar daşdı, nəğmə qoşdu, çaylar daşdı, nəğmə qoşdu sənə. Yenə gəldin sən, baxıb güldün sən. Bahar gəldi, güllər açdı, çaylar daşdı, nəğmə qoşdu, çaylar daşdı, nəğmə qoşdu sənə. Bir xumar baxışla, saadət bağışla. Bir xumar baxışla, saadət bağışla. Rövşən, əhsən sənə. Nə üçün əhsən? Bəyəndiniz? Çox bəyəndim və Təşəkkürlər. Ən sevdiyim əsərlərdən biridir bu Ramiz Mirişlinin əsəri. gözəl ifaçılar, sənətkarlar dəvət edən mütləq onlardan canlı ifa istəyirəm. Nur şəhəri Mingəçevirdə, Kürün mərkəzində, Gəminin içərisində bu təbiətin gözəl ifaçılar olanda mütləq bu təbiət qoynunda bu gözəlliyi görüb bir canlı ifa etməmək mümkün deyil. Ona görə də Rövşən Məmmədovdan istəyərəm bir canlı, kiçik xırda, ürəyindən, qəlbindən hansı ifa keçirsə onu səsləndirsin. Göy bağçalar arasında qoşa gəzdi. Axşamacan yorulmazdıq, inciməzdik. Bulud ötər, ulduz axar, biz baxardıq. Nə bəxtiyardır. Hərdən o günlərim düşər yada. Şəbət ellər zaman zaman ağarsa da. O günləri xatırları nə bəxtiyardır. Ey alovlu günləri qəlbimdə yurt salan sevincim, kədəri. Ah, nələri tapdıq, itirdik. Prosto Priles. Bravo sənə. Təşəkkürlər, Əhsən, təşəkkür edirəm. Rövşən, çox sağ ol, minnətdaram. Siz sağ olun, var olun. Həm canlı oxumaq gözəl lazımdır, mütləq. Həm təbii ki, müəyyən studiyalarda səsi dəyişmək də olur. Nə bilim, onu gətirib bura qoymaq olur, bunu gətirib ora qoymaq olur. Çox vaxtı ifaya qulaq asırsan, ayırt edə bilmirsən ki, bunu kim oxuyur, bunu kim oxuyur. Sonra baxandan sonra görürsən ki, vau, bu səsin sahibi deyil axı. Bunu necə düzəldib qoşublar. Düzdür, Ona tamamilə görə də doğrudur. ifaçının peşəkarlığı mütləq onun canlı oxumasından bilinməlidir. Bəli. O da ki, bizim hər zaman yaxşı bir konsertlərdə, verişlərdə və el şənliklərdə tamaşaçılar bunu çox gözəl, aydın görür və yaxşıya pisə dəyər verirlər, qiymət verirlər. Elin gözü tərəzidir. Əlbəttə. Rövşən, niyə filarmoniyada məhz Rövşən Məmmədov? Mən bilirəm ki, Nizami yurdunda ifaçılarımız çoxdur, həm xanımlar da var, həm bəylər də var. Filarmoniyada çalışmağın özü çox böyük məsuliyyətdir. Əlbəttə, filarmoniyada çox gözəl istedadlı həm müğənnilər var, həm xanəndələr var, Elmir Pişnamazzadə var, Mehbarə Cəfərova var, Seviş xanım var, xalq artisti, salamlayıram bunları buradan. Filarmoniyada maşallah o qədər istedadlı müğənnilər var ki, saymaqdan qurtarmaq olmur. Ona görə ki, hər birini təşəkkürümü bildirəm. Həqiqətən
Necə oldu sənin gəlməyin filarmoniyaya? Mənim filarmoniyaya gəlməyim, mənim bir dostum var, Zaur Nəğməkəri salamlayırıq. Bizi salamlayırıq, bizim də dostumuzdur Zaur. 15-20 il bundan qabaq ona müraciət eləmişdim ki, mən filarmoniyaya solist olmaq istəyirəm. O da sağ olsun. O vaxtda onda direktor bizim Respublikamızın xalq artisti, dəyərli sənətkarımız Şahnaz xanım idi. Şahnaz xanım müraciət elədi. Yəni Şahnaz xanım qəbul elədi məni. Amma konsertlərə zada çox az çıxırdım. Yəni fəaliyyətim az idi, yeni olduğuma görə. Və bizim dəyərli sənətkarımız, Allah qəni-qəni rəhmət eləsin, mənim ustadım, gözəl sənətkarımız Fikrət Verdiyevə təşəkkürümü bildirirəm. Fikrət Verdiyev Göygöl ansamblına dönüş elədi qayıdışından sonra. Mən 15 ilə yaxındır Göygöl ansambl solistiyəm. Fikrət müəllimlə bir neçə qastrol səfərlərdə olmuşuq MBD ölkələrində və ASTV-də gözəl verişlərə, bütün tədbirlərdə mən deyərdim ki, Göygöl ansamblından, Fikrət müəllimlə bütün hər yeri gəzmişik. Allah ona qəni-qəni rəhmət eləsin. Mən deyərdim ki, sonuncu tələbələrindən də mən olmuşam. Mənim filarmoniyada əsas işləməyimin də səbəbkarı mənim müəllimim Fikrət Verdiyev olub. Təşəkkürümü bildirirəm. Mən də sevinirəm ki, elə bir dahi tarzanımızın, gözəl dünya şöhrətli insanın tələbəsi olmuşam. Təbiətlə münasibətin necədir? Mən bilirəm, incəsənət sayəsində Təbiəti o qədər sevirəm. Sevdiyim üçün bax elin səsinə sevə-sevə gəldim. Əvvəla bütün sizin kollektivinizə, rəhbərinizə təşəkkürümü bildirirəm. Ceyhun qardaşıma da buradan salamlar, atəşli salamlar. Birtəhər barışdırdınız. Mən sizi bir 20 ildir tanıyıram. Hər zaman sizin bu necə deyim, layihələrinizə, verişlərinizə sevə-sevə gəlirəm. Həm sizin şəxsiyyətinizə, həm özünüzə, həm də ki, böyük hörmətim var. Hər zaman gələndə bura, necə deyim, qonağı elə gözəl qarşılayırsınız ki, adam getmək istəmir. Bax, gec gəldim, amma sözün düzü getmək istəmirəm. Necədirlər? Bizim filmimizdə qonaq üçün süfrə açarlar, süfrə. İnşallah süfrə də açacaq. Biz bütün qonaqlarımızı ac qəbul edirik, tox yola salırıq ki, gedib onlar yenidən gəlsinlər. Tez-tez gələcəm sevə-sevə. Mingə sevir, hər tərəfə işıq səpər, burada göylər ona aşiq, göylər onu öpər. Mingə sevir, hər tərəfə işıq səpər, burada göylər ona aşiq, göylər onu öpər. Dəyərli sənətkarımız Brilliant xanımı da salamlayıram. Onun repertuarından çox gözəl mahnıdır. Həqiqətən bütün Azərbaycana, dünyaya işıq saçır. Sən dəfələrlə efirdə olanda baxmışam ki, səni özündən başqa, yəni digər yanında olan dostların, xalq artistləri təqdim edirlər ki, biz Rövşəni çox istəyirik. Səmimi insandır, sakit insandır, yerini biləndir, danışığını biləndir, mədəniyyətli bir insandır və qalmaqalda heç bir zaman olmamısan deyə və sənə də aparıcılar bu bəzi o içlərində saxladıqları sualları ünvanlamırlar. Elədir də Rövşən? Elədir. Etiraf etmək lazımdır. Elədir, tamamilə doğrudur. Aparıcılar bizim həm dostumuzdur, həm necə deyim, televiziya aparıcılarıdır və buna baxmayaraq insan nə qədər məsafə saxlasa o qədər yaxşıdır. Sadəcə olaraq qalmaqalı mən deyərdim ki, o adamlar eləyir ki, qalmaqalı sənəti zəifdir, onun necə deyim, sənətdən başqa bir şey görürlər. Yəni o qalmaqallar, o insanlar qalmaqalları çox yaradır. Amma görün bir hansısa sənətkar efirə çıxarsa, o biri oxuyan sənətkara heç vaxt söz atmaz, ya onun haqqında pis danışmaz, onun haqqında efirdə mənfi sözlər heç vaxt deməz. Həmişə bunların sənəti olubdur, sənətkar olublar, nümunəvi olublar xalqımız üçün. Şəxsən biz belə görmüşük. Amma indikilər oxumaqdan başqa efirdə hər şey danışırlar. Vallahi elə verişlər var, adam baxmaq istəmir utandığından ki, yəni ki, bunlar da ifaçıdır. Efirə çıxanda adam utanır ki, o qədər efirdən kənar sözlər danışırlar. Adam efirə getməyə də utanır. Mən ona görə hər zaman efirlərə gedəndə biz sənətkarları seçirik, sənətkarlardan gedirik və özünü bilən insanlardan otururuq. Veriş də gözəl olur. Müğənni nədir? Müğənninin sənətindən, repertuarından başqa hər bir sual verirlər. Söz-söhbət olur, narazılıq olur, amma onu heç vaxt efirdə danışmırıq. O bizim mətbəximizdir, öz daxili dünyamızda, öz aramızda olur küsür. Bunu belə deyək ki, reyting verəcək, sən belə deyirəm, elə reyting mal lazım deyil. Yəni ki, elə ehtiyac yoxdur. Əsas odur ki, iş görəsən, yəni öz sənətindən, öz sahəndə. Amma qaldı ki, mən sana söz atım, onun boşluğuna söz atım. O nə qədər onlar danışdıqca, onlar o qədər tamaşasının
gözündən aşağı enir. Onlar elə bilirlər ki, populyar olurlar. Əsla. Ya bu, sən bir gün reyting ola bilərsən, bir gün tamaşa üçün maraqlı ola bilərsən, amma sənin hörmətindir, sənin şəxsiyyətin yəni o qədər aşağı düşür. Bəli. Lazım deyil. Rövşən, təşəkkür edirəm sənə, əziz dostum. Mən sizə təşəkkür Yaxşı edirəm. gəldi. Tez-tez gələcəm, inşallah söz verirəm. Yenə deyirəm, bütün rəhbərliyə təşəkkürümü bildirirəm ki, belə bir gözəl elin səsi, həqiqətən də elin səsi çox gözəl, maraqlı, çox gözəl, baxımlı verişdi. Sizi təbrik edirəm. Rəhbərlik başda olmaqla bütün hər bir kollektiv üzvünüzə təşəkkürümü bildirirəm. Kamera arxasında olan dəyərli dostlarımıza təşəkkürümü bildirirəm. Əziyyətləri çoxdur, amma özləri görünmür də kamera arxasındadır. Həmişə bizim əziyyətimizi çəkirsiniz və sizə təşəkkürümü bildirirəm. Sizin hər zaman komandanız çox möhtəşəm olubdur. Ona görə ki, mən şəxsən sənə, Ceyhun bəyə və bütün kollektivə təşəkkürümü bildirirəm. Söz verirəm, küsmək yoxdur, tez-tez gələcəm, qonağınız olacam və gələn dəfə Şabah xanımla bir verişdə qonağınız olacam. İnşallah, yox, küsməmişik. Sadəcə bilirəm ki, Rövşən də başı qarşıdır, konsertlər verəcək, mahnılar yazdırır, toylar və tədbirlər var. Bunu nəzərə alaraq, çünki biz illərin dostuyuq, ona görə dostluq arasında incimək ola bilər. Dost arası sözsüz olmaz. Dost arasında yay olsaydı, küssəydim, atardım səni kürə. Bu gün də bu havamız çox gözəldir, çox sənin gəlişinə gün çıxdı. Bəli. Minnətdaram Rövşən. Mən sizə minnətdaram. Sonda yeni bir ifa alacağam səndən. Hansı ifa olacaq? Bayaq öndə oxuduğum mahnı Aydın müəllim mahnısı idi. Başında yaylıq gəlir. Yenə Aydın müəllimin bir gözəl mahnıdır. Ruhumu aldın. Yenə dəyərli sənətkarımız Şabah xanımla bunu duet oxumuşuq. Bu yaxından da klipini çəkib yenə tamaşaçıların öhdəsinə verəcək inşallah. Yeni mahnıdır. Yeni ifadə. Yeni ifadə. Burada səslənəcək. Bəli, bəli. Çox ruhum aldı. İnanın səmimiyyətimə, mən heç bir qonağıma söyləmirəm ki, gələndə mənim efirimə yeni mahnılar gəl ki, heç bir yerdə səslənməsin, yalnız elin səsinə səslənsin. Amma inanın səmimiyyətimə heç zaman söyləməmişəm. Amma bütün gələn sanki qonaqlarımız düşünürlər ki, müğənnilərin hədiyyəsi nə olur? Yeni mahnı olur. Yeni mahnı. Yəni yeni layihə, yeni verişə, yəni yeni mahnılarla gəlməlisən ki, tamaşaçılar da baxsın, zövq alsın. Gəncə Dövlət Filarmoniyasının solisti, bizim illərin dostu Rövşən Məmmədov elin səsində oldu. Dəyərli dostlar, növbəti həftə yeni qonaqlarla yenidən qarşınızda olacağım. O zamana qədər özünüzü qoruyun, salamat qalın. Sensiz, eylemedin siz, ruhumu aldın, kaldı bedensiz. Sevgili canan, eyledim üsyan, eşkime ses ver, ol mene derman. Olmadı sensiz, eylemedin siz, ruhumu aldın, kaldı bedensiz. Sevgili canan, eyledim üsyan, eşkime ses ver, ol mene derman. Kimi bakma, gözyaşı sıxma. Bir gün itersem əsla darıxma. Yandı bu bağrım, göylərə bağrım. Bir haray olsa mən kimi çağırım. Lal kimi baxma, gözyaşı sıxma. Bir gün itersem əsla darıxma. Yandı bu bağrım, göylərə bağrım. Bir haray olsa mən kimi çağırım. Olmadı sensiz, eylemedin siz, ruhumu aldın, kaldı bedensiz. Sevgili canan, eyledim üsyan, eşkime ses ver, ol mene derman. Olmadı sensiz, eylemedin siz, ruhumu aldın, kaldı bedensiz. Sevgili canan, eyledim üsyan, eşkime ses ver, ol mene derman. Eşkine sadi, nazlı melike, bəxtimə müşfik. Vermənə möhlət, vermə əziyyət, ruhumu yazdın,
fəzilət ol mənə aşiq, eşqinə sadiq, nazlı məlikə, bəxtimə müşfiq. Ver mənə möhlət, vermə əziyyət, ruhumu yazdın, çəkdi fəzilət. Olmadı sənsiz, eyləmədin siz, ruhumu aldın, qaldı bədənsiz. Sevgili canan, eylədim üsyan, eşqimə səs ver, ol mənə dərman. Olmadı sənsiz, eyləmədin siz, ruhumu aldın, qaldı bədənsiz. Sevgili canan, eylədim üsyan, eşqimə səs ver, ol mənə dərman. Sensiz, eylemedin siz, ruhumu aldın, kaldı bedensiz. Sevgili canan, eyledim üsyan, eşkime ses ver, ol mənə dərman. Olmadı sensiz, eylemedin siz, ruhumu aldın, kaldı bedensiz. Sevgili canan, eyledim üsyan, eşkime ses ver, ol mənə dərman. Elin sesi yayılır dünyaya, Kürçayı danışır, sakit axa axa min geçevir seslenir, kalbimizde var hava. Elin sesi, elin sesi, her dalgada bir hikaye kesir. Elin sesi, elin sesi, yüreklere dokunan efsanesi. Kürçayının nəğməsi ruhu çağırır, sözlerimiz dalgalanır. Elin sesi, elin